Hərbi yürüyüş şəhər sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Əllərində Azərbaycan bayraqları tutan sakinlər yürüyüş iştirakçılarını alqışlarla qarşılayaraq Azərbaycan ordusuna və dövlətimizə dəstəklərini ifadə ediblər. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin əməkdaşları iştirak edərək bayram ab-havasını bölüşüblər. Tərtər rayonundan gəlmişik, çox sevinirik. Bugün Qarabağın da biz iştirak edirik. Uşaqlarımızı da gətirmişdik ki, Qarabağ Universiteti ilə tanış olsun. Hər ikisi burada məktəbdə oxuyacaqdı, Qarabağ Universitetimizdə oxuyacaqdı. Prezidentimizin sayəsində çox gözəl abadlaşıb, çox gözəlləşibdir. Var olun, sağ olun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Anar Şalı, NTV Xəbər, Xankəndi.